Bir saatdan çox bizi gözlədi taksi. İmplant qoyulubdu, bəli. Əməliyyat 3600-dür, 3400 elədilər. Amma sığorta ilə ucuzdur da. Dedilər, gedin, Bərdidə sığorta olunsun. O da vəziyyəti pis idi deyə də gətirə bilmədik Bərdiyə. Allah kömək olsun, çox sağ ol qadınam. Allah sizi var eləsin. Kim getdi? Mən getdim, Emin getdi, bir də Eminin anası Seva. Belə qrijyə bir şey qoyurlar da, implant qoyanda da həmən yerdə bir də qrijə çıxmır da, bir müddət özün gözlürsən, fisiyo. Yaxşıdır, vəziyyəti əməliyyat olunub da, şükür də ağrıları, o ayağın ağrısız adı gedib də, amma bir də belə ağrıyır da. Beyin əməliyyat olunub da, ağrımalıdır dostlar. Ceyəmə nətərsən ürəyim, şükür gəldin. Əməliyyat Gəncə Mərkəzi Klinik Xəstəxanada oldu. Çox yaxşı kollektivləri var. İndi Baboş da ayılıbdır. Baboş da elə şeylədi. Getdik hamımız, oturduq yanında, söhbət elədik, danışdıq, görüşdük. Videosunu paylaşmışam da dostlar. İnşallah sabah da qalır. Bir gün gedirik, saat 10-da zada gətirəcəyik. Ona görə də mənə dəstək olun, o taksi pulunu. Deyin də Allah, gedib gəlmişəm. Kartımda pul var idi, qoy 80 manata, 100 manata getdim, gəldim. İndi sabah, bir gün içində mənə kömək eləyin, onlar gedim, gətirim. Açıq deyil, bir belə də şey olur, bir belə yer olur. İndi açıq əməliyyatda, yəqin ki, bir belə yeri kəsirlər, qırıcanı həkim götürür, sağlam sılat qaynətərsən. Sağlam ne oldu? Yaxşı oldu, masaj şey oldu, əməliyyat olundu. Şükür Allah'a yaxşıdır. Sağ olsun, yayınçılardan da, bax, Velizar da bəyək yazdı. Yəni, Sevinç Hədidlidir, Ləmandır, Sakoda, hamısı zəng gelib soruşurdular. Sonra Zuzum var, Zuzum. Zuzumdan da dünən danışmışam, yazdı ki, məftindətə nə lazım olsa, madələn, gəlim, pul deyirsən, nə istəyirsən. Elə Velizar da, nə bilim, Sevinç də. Deyir, uşaqla qadanız alım sizin. Yayınçılardan dedim də, 4-5 nəfərdir var. Velizardır, Sevinç Hədidlidir, Ləmandır, Sakodur, bir də Zuzumdur. Kartın limitdədir. Onda zərişə imonuma atında qadandı. İmonuma şey qoymuşam. İmonda nömrəmi qoymuşam. Kimsə 2 manat atdı. Çox sağ ol. Allah cibini dolu eləsin qadanam. Dəstək olaq. İnşallah dəstək olun ki, onu şey eləyim də. Bir gün Allah haqqı şeydir. Özümün də mənim hirə pulum yoxdur dostlar. Kimsə mənə pul atdı. Çox sağ ol, Allah başından tüysün. Mina, salam qadanam, nətərsən, canım gözüm. Tez-tez canlac. Mina, sən attın onu. Bu Allah başından tüysün. Ay Mina. Ülməyəğin altında. Sağ ol, Allah başından tüysün. Sən nə gözəl, belə səxavətçil insansan. Allah sənin başından tüysün Rozini. İnşallah canın həmişə sağ olsun. Sağ qurban olmaz. Allah haqqı. Mina ürək deyir, Allah haqqı. Mən Kərbəliyə gedəndə də xanıma kömək elədi. 2 manatda bir gəldi. Ay dostlar, çox sağ olun, təşəkkür edirəm. Bax, deyim. Ay, niyə inirsən? 100 manat attı. Belə 1000 manat attı. Niyə inirsən? Mən onu yedim eləyəm ki, sağa. Cəmaatda da maraq var, deyirəm. Ümumiyyətlə, Mina həmişə Baboşa dəstək olan adamdır. Mina ümumiyyətlə yaxşı qızdır. Səxavətçil insandır. Nə qədər atdı, nə qədər atdı. Bizən neydi? Otur, mənim pulumu, Allaha and olsun, anamın əziz canına olsun, taksiyə verəcəm.
Hələ taksiyə 30 manat borçluyam, inanırsınız? Bax, Qurana and olsun 30 manat taksiyə borçluyam. Bugün burada çörək, Qurana and içirəm də Quran çörək. Bax, anam Məzcanla Qurana and olsun ki, mən 30 manat hələ taksiyə borcum var. Çox sağ olun, inan. Allah başından döysün. Mən heç vaxt izləyiciləri allatmıram. Bax, Qurana and olsun şeylədim, 30 manat borcum var. 50 manatını vermişəm, 30 manat taksiyə borcum var, biz aparana. Yox, baboşa giriş edirəm ki, gedim onu bir gün gətirim də bura. Əməliyyat oldu, hə qadınam. Deyib, 10 manatda bir gəldi. Çox sağ ol, Allah başından döysün. Sağ ol, əminə öpürəm səni, gözümün işığı. Allah ürəyinə görə versin. Hə, uşaqlar, yaxşı daha yeni gələndən soruşursunuz, o bir də deyim. Getdik, bu günlərim saat tezlərindən saat 8-də əməliyyat olunubdu. Hə, vəziyyəti yaxşıdır, qrijasını da qoymuşdular qavın içinə, açdım, baxdım. Belə üstü tənə belə şeylər idi. Da belə, nə bilim, qan laxtası idi, pivəzi idi, belə şeylər. 5 manatda bir gəldi, çox sağ ol, gözümüş. Allah min əvəzini versin, Allah sizi heç vaxt xəstə eləməsin, heç vaxt darda qoymasın. Yetim uşaqdır, mən pis oldum şəxsən. Nə bilim, heç kimi yoxdur. İndi yaxşı ki, indi biz də kömək elədik ya. Borcumuz deyil ona kömək eləməyimiz. Hə, ona görə də dünənlərim kimləsə tanış. Bir nəfər var, onunla tanışırdı. Dedi ki, baxıram, bu da hamın qardaşı, anası, bacısı, atası, qohum əqrabası var. Mənim heç kimim yoxdur. Yaxşı ki, Məftunla imim var. Gəlibdilər mənim yanıma. Pis oldum. Orada belə qəhər məni boğdu. Özümü cəmaat verdi, özümü güclə saxladım. Mən belə kövrək adamam. Damada, yayında da özümü saxlaya bilmədim, ağladım. Hə də yazdım gəlir. O adama rəhm elə ki, onun heç kimi yoxdur. Hə, ona görə də pis oldum. İndi yazıqdır da, indi vallahi həmişə insan sizi güldürür, nə bilim. Allah sizi var eləsin. Hə, indi getdik nəsə, getdik yanına, oturduq. İmana 5 manat gəldi, çox sağ ol qadanam. Allah səni var eləsin, gözümün işığı. Allah səni xəstəlikdən, dərddən, bəladan uzaq eləsin. Hə, nəsə elə getdik, biraz şeylədi. Bir dənə də izləyicisi gəlmişdi, bir yaşlı arvad idi. Yaşlı arvad idi. Hə, gəldi, baboşla görüşdü, şəkil çəkdi. Yastığın da altına 50 manat qoydu. Ağrısı deyəndə bir gün əməliyyat olunub da, ağrı olmalıdır qadanam. O ağrı normaldır. Ay Məftun, bizi də ağır. Arvad mənə dedi ki, Məftun, dünən sən canlıda nətər ağladınsa, oturub hönkür ağlamışam. Dedim, mən pis oldum da, həqiqətən. Özümdən asılı olmadı. İndi yazıqdır da, insandır, təhdir, köməksizdir, başa düşsən. Hə, qalacam burada, bugün qalacam burada, deyirəm, Zaryatkanı gözləyirəm, telefon köhnə telefondur. Gözləyirəm, Zaryatqası biraz yıxsın, gedən toyuğun cücəsini əynimi dəyişəcəm, burada köhnə paltarlarımı qoymuşam bura ki, gəlim o eləyəndə, gedim eləyim, toyuqları yedizdirim. Əməliyyatı çox yaxşı keçdi, şükür yaxşıdır, getdik, aldıq. Sağ ol, Tazdan, sən necəsən əzizim? Hə, getdik Eminlə, karsetini də aldıq, gətirdik. Orada da işçilər taxtılar, sağ olsunlar. Tez-tez qızlar gəlir, baş çəkir. Tez-tez yoxlayırlar, ağrımırsan, eləmirsən, yaxşı qayğı göstərirlər. Allah hamısından razı olsun. Buradan təşəkkür edirəm Gəncə Klinik Mərkəz Xəstəxanasına. Həkk doktorundan tutmuş o bütün sestralar hamısı. Hamısına təşəkkür edirəm. Çox yaxşı kollektivləri var, həqiqətən. Adam belə gözəl gülər üzlə qarşılayır. Heç elə bilirsən ki, xəstəxanaya gəlməmsən. Elə bir restoranda toya gəlmişsən, gülə-gülə xoş gəlmişsiniz. Ağrımı biraz ağrıyır, sakitləşibdi, amma karsetin zadını belə çöndərəndə o tərəfə bu tərəfə gördüm ağrıyırdı. İndi əməliyyat gün olunubdu, əməliyyat. Günü-gündən yavaş-yavaş bütün də əzəllər bərp olunacaq, düzələcəkdir inşallah. Baboş mənə istək atmayıb axı. Bu görüm. Yox, istək atmayıb, heç orada qoymurlar. Orada mən istəyirdim canlı açam bir baboşu sizə göstərəm. O qoymurlar canlı zadaşmağa.
Ona göre de şey eləmədim. Aça bilmədim. Elə bir dənə video çəkdim, paylaşdım. Girin baxın. Dedi ki, izləyicilərimə buradan çoxlu salam. Dedim əftin canlı-canlı mənim izləyicilərimə, mənə dua eləyənlərə, hamısına buradan mənim təşəkkürümü bildir. Dedim, yaxşı, hamısını deyəcəm. Dostlar, mənə takip altında zəhmət olmasa, nə qrija əməliyyatı, bel disk yırtığı, belə şeylər idi, belə açdım, belə qırmızı qartada qoyublar yanına, gördüm suyun içində, belə baxdım ki, belə qan laxtası da var içində, belə pivəzdir, belə şeylər. Canı qurtardı. İnan Allaha, da o ağrıdan, o zülümdən canı qurtardı. Da yavaş-yavaş da büyünlərim durğuzub yeridəcəklər. Büyün durğuzub yeridəcəklər inşallah. Dostlar, mənə takip atında zəhmət olmasa qadanız alın. Bəs deyil, təzdən qalba uşaqlar əməliyyat olundu. Əməliyyat olunandan sonra implant qoydular. İmplant qoydular, ondan sonra da elə yaranmır da, başa düşdünüz. Düzdəyi özünü gözləməlidir. Riski çönmək olmaz, əyilib ağır şeylər götürmək olmaz. İndi kömək eləyəcəyik də, emin də, mən də kömək eləyəcəyik olsun. Kömək eləyəcəyik də bir müddət qoy öz işini bilənə kimi. Yazıqdır. Əməliyyat necə? Əməliyyat balı 3600 idi, emin zadda dedi, yenidilər 200 manat, 3400 manat. Amma sığorta ilə əməliyyat olunsaydı şey olacaqdı. Sığorta ilə əməliyyat olunsaydı 1500 manata. O da dedi ki, bizə gətirə bilmədik də onu. Çünki taksi ilə getmişdik. Öz maşınla olsaydı, gələrdik burada xəstəxanada sığorta elətdirərdik, aparardılar. Hələ yox, çıxmayıbdı. Sabah yox, bir gün çıxıb, gedib gətirəcək yeminlə. 11 kilo arıqlayıbdı, 11 kilo. Qrija, bəli. 11 kilo arıq, 5 kilo. Çox arıqlamalıdır. İndi qorx ki, yiyən adamdır. Sonunda sonra gedir yenə yiyər. Bu olmaz. Sağlamlığına özbəki də baxır buradan. Sağlamlığını gözləyir, sağlam olmaq, yaşamaq istəyirsə, gərək çəki atsın, sonra, nə bilim, ağır şeylər götürməsin. Arıqlamağı da ki, mütləqdir. Dostlar, bir dənə nə olar, mənə dəstək olun da, kartımı deyə qoymuşam bura, emona atın da. Çünki kartda deyil, limit qoyublar. Əgər atın limit varsa deyə nömrəmi də qoymuşam da, emona atın. İmplant bahadır, implantla belə 3600. İmplantla bir yerdə 3600'dür. Amma iyi indirim elədilər 200 manat. Bax belə. Velizar Zəngülə. Velizar mənə dedi, bax bayaq yazmışdı özü də. Ki, dedi, mənə dünən dedi ki, mənə konum atarsan. Nikoya da attım ona da. Sağ olsun soruşdu, maraqlandı ki, nətər oldu, ağırsız adı varmı, nəyə plazada ehtiyacım. Mən ona nəsə göndərim, dedim, ay Velizar, qoymurlar. Nə, heç kimə, nə yemək göndərmək, nə gül göndərmək, salam İbrahim, nə yemək, nə gül göndərmək qoymurlar. Dedim, əziyyət çəkmə, çox sağ ol, maraqlanmağım bəsdir. Dedi, nəyə ehtiyac olsa mənə desin. Sağ olsun, Zuzum da dedi, Sevinç də. Aslında sənə, şey eləmirəm, mən deyə bilmərəm ona. Baboş neçəyədir? Nətər baboş? Necə? Baboş yaxşıdır, əməliyyat olunur, şükür, düzəlifdir. Da ayağının ağrı, bir dənə belinin ağrıları durur. Kimsə bir manatdır, çox sağ ol, cibin dolu olsun qadanam. Nəysə bir şey elədi, bir dənə belinin bir belə kəsikdir. Qirjasını götürüblər, şükürlü günün olsun İbrahim. Belinin qirjasını götürüblər, şükürlü. Bir gün də yeridəcəklər, sabah da yeridəcəklər biraz, da bir gün də gedirəm maşınla, yeminlə götürək, gələk. O da ayağı ağrımır ki, əsas
Onun ayağına ağrı verən qrijası idi də. Grija buradan çıxır, sinir. Sinir də hamısı oradan geçir ağı. Siniri belə çıxandan sonra şey olur. Siniri belə çıxandan sonra ayağa tutulma da verir, belə ağrı verir. Çox şey, o grijası olan adamlar hamısı bilir də deyir, çox şiddətli bir ağrısı var da. Canı qutardı, hə, bəs nə? Dostlar, mənə takibatında zəhmət olmasa gözümün işıqları. Harada olub? Gəncə Mərkəzi Klinik Xəstəxanasında. İndi yaxşıdır, şükür Allaha. Elə yanından gəldik də, orada getmişdim. Getdik, gəldik. Allah sizi var eləsin dostlar. 3400 manata implantla bir yerdə. Yaxşıyam, sən necəsən? Dəstək olun. Köməkli yerin, nə olar dostlar? Allah'ın olsun hələ 30 manat şeyə borcum qalıbdı. Bax, anam nəzr canına. Nədir? Taksiyə. Taksi tutub getdik dənə. Kəşk gətirini. Ay, niyə bilmirsən də nə olubdu ki, mən pis olum. O da mənə pis olmayıb, adamın Allahı var. İndi arada dalaşır, balaşır. O da evdə bacı qardaş da, ana bala da, ər-arvad da bir-biri ilə dalaşır. Çəkişməsən, bərkişmərsən. O oradan aramızda, hamının arasında olur. Siz dostlarınızla dalaşmırsınız. Dalaşırsınız da, barışırsınız da. Olur da, nə olar? Birdən adam sözü çəp gəlir. Dalaşır, düşməz zat deyil ya. Sonra aradan hirsimiz soyuyan kimi başlayır, o mənə yazır, mən ona yazıram, atma çatırıq ilə barışırıq. Nozun Velizarla da küsülüydüm. Üstündən danışdıq. Düşməz zat deyil, eyni ətimiz, qanımızda, eyni millətik dana. Ləmanla da neçə vaxtda dalaşmışdım, Ləmanla da barışmışıq. Düşmənimiz adım deyil, eyni millətik dana. Hamımız bacı qardaşıq. Deyir, Ləman o gün sağ olsun, mənim anam dərmandan 100 manat attım ha. Arı qatmayın. Əşə, mən arı qatmayın, hər şeyləri fikir vermirəm. 2 manatda bir gəldi, çox sağ ol, ay gözüm işıq, ay 2 manat atan. Allah səni 2 dənə bəladan uzaq eləsin inşallah. Allah heç birinizə, ay dostlar, sağalmayan xəstəlik verməsin inşallah. Ona görə də canınıza qulluq edin, hər şeyin yaxşısını yiyin. Nə bilim, özünüzü çox da öldürməyin bu dünyadan ötəri. Hər şey boş şeydir, valla. Əsas o sağal həkim deyirik, gec gətirmişsiniz da mümkün deyil, aparın, ha, bax, ölə. Allah hamınızı elə xəstəliklərdən uzaq eləsin. 1 manatda bir gəldi, çox sağ ol, qurban olun, təşəkkür edirəm. Kartımı deyə qadanan, bura qoymuşam. Adi ki, indi gəldi, deyəm. Vaxtı qutarır, birdən vaxtı qutarır. 5 dəqiqə vaxtı var. Deyə bırak, kartda limit var da, limit qoyublar da təzə çıxıb. M10'u atında uşaqlar nömrəmi qoymuşam ora. M10 işlətməyənlər, indən sonra da M10 işlədim. Çünki kartınıza da tez-tez pul gələ bilməyəcək, tez-tez pul ata bilməyəsiniz. Da indən sonra M10 işlədim. 1 manatda bir gəldi, çox sağ ol qadanam. İmplant nə üçündür? 2 manatda deyib bir gəldi. Allah min əvəzini versin inşallah. İmplant ondan ötəridir ki, məsələn, gümüşdəndir də ömür boyu insanın belində qalır o. Ömür boyu səndən yaşayıb gedir. Onu qoyurlar ki, bir də, məsələn, disk yırtığı zat əmələ gəlməsin. Özünü gözləməlisən. Özünü gözləməlisən, gözləmə şərti ilə. Biri var, bir də çıxır yerindən, bir də var, implant qoyursan da çıxmır. 2 manatda bir gəldi, çox sağ ol, gözümün işığı. Allah min əvəzini versin. Allah səni 2 dənə arzuna çatdırsın, 2 manat göndərib. 3 manatda bir gəldi, 2 manatda bir gəldi. Allah əvəzini versin. 3 manat 20 qəpikdə bir gəldi. Çox sağ ol, qadanalarım. 5 manatda M10'a gəldi. O taksinin də pulunu verin bircə dənə. Sabah bir suyunun da deyib pulunu Mina attı. Mina da 100 manat attı. Allah başından tüysün, ha Mina. 2 manat da gəldi dostlar. 100 manat attı, tasapasanız yatın. Mina nə qədər attı deyənlər. Mina həmişə babaşa dəstək olan xanımdır. Görürsünüz də həmişə hədiyyə atır, dəstək olur ona. Mənə də dəstək olur. Allah həmişə onun dəstəkçisi olsun sizlə bir yerdə. İndi bir suyunun pulu çıxdı da, taksi pulu. Gelib onu gətirmək. M10'dan pul çıxartmaq onu. Kartı atırsan da, M10'dan kartını atırsan, çıxardırsan. Salam qadınam, salam. Allah hamımızdan razı olsun, dua eləyən insanlar. Nə bilim,
Düzdür, izləyicilərindən ora gələn bizəcə xanım idi. Xanım Zahidova deyə qadınam buradadır. Deyib, haca mələk. Haça, sabah yox, bir gün baboşu Eminlə gedirik, gətirək. Gedirik, inşallah gətirək. Bir gün saat 10'da orada olmalıyıq. Gedib gətirib qoyacağım evinə, Eminlə. İndi bir müddətdə qulluq lazımdır da, çünki işini görməyə, yeməyini pişirməyə, toyuğuna cücəsinə baxmağa. Danışır, danışır, ağrısı var, ağrısı olmalıdır. O əməliyyatdan bir gün çıxıbdır. Hələ bir neçə gün ağrısı olacaq da, günü-günə yetişə ağrı azalır, yarası bərpa olur, düzəlir. Həkimin adı şeydir, Ramiz həkim. Gəncə Mərkəz Klinik Xəstəxanasında 5 manatda bir gəldi, çox sağ ol, ömrüm günüm. Allah heç vaxt səni darda qoymasın inşallah. Bir dənə xanım gəlmişdi izləyicilərinə, yaşlı xanım idi, axsaç. Dedi ki, yastığın altına gəldi 50 manat pul qoydu. Deyirəm, görsən nə gözəl insanlar var. 1 manatda bir gəldi. Əməliyyat o, oldu, qurban olum, oldu. Bax, dostlar, yazıb qoymuşam da, video çəkmişəm baboşla. Qoymuşam səhifəmə. Girin, baxın, orada bax, qoymuşam. Bir dənə də takibatında mənə zəhmət olmasa. 10 manatda bir gəldi, çox sağ ol, qurban olum. Öpürəm əllərindən. Allah köməyin olsun cümləmizi. Takip atanları öpürəm sizi. Allah ömrünüzə bərəkət versin inşallah. Canlı yox, canlılaşmağı icazə vermirlər. İndi burada gətirəndə özüm canlılaşacağım qəşək. Onsuz da bir müddin. İndi öz açar. Aşmaz mən canlılaşıram. Dostum, mən canlı əhliyəm. Canlılaşaram. Öz açar, aşmazda mən açıb göstərəcəm dostlar. Necə girin baxım da. Profilimə gir. Deyir, burada şəkilimin üstündən bas. Gir, bax da. Xəstəxanada çəkdim bir dənə. Velizar gəldi. Yox, Velizar mənə dedi ki, Məftun, nə lazımdır mənə deyinə, mən pul deyirsən, nə istəyirsən köməklik eləyim. Dedim, çox sağ ol, Allah. Mələk, çox sağ ol, qadınam, Allah başından töysün, ay mələk, öpürəm səni. Allah sənin bütün arzularına nail eləsin, çatdırsın inşallah. Allah kömək olsun. Yox, izləyicilərdən deyirəm də, dostlar. Əməliyyat, olunur, bir nəyim səhər olur. 3 manatda bir gəldi, çox sağ ol, qurban olun. Allah başından töysün. Video var, nətər yoxdur? Yox, video var, bəyə paylaşmışam. Nə qədər baxış gəlmişdi, yox. Nətər yoxdur? Mən girib baxa bilmirəm, ora elə. Belə baxa bilmək olur. Var. Bir vaxtına qadınım 2 dənə sabitlədiyim videodur, bir də o. Xəstəxanada uzanıb görəsiniz də. Kimdirsə WhatsAppda mənə şey yazır. Ay Allah, o gün bilməmişəm, mikrofonu bağlamamışam. Mən WhatsApp nömrəmi demişəm orada. Camaat girib mənə yazır. Xahiş edirəm, mənə zəng eləməyin, ay dostlar. Mən nə varsa burada canlıda deyirəm hamısını. Mən canlıda burada deyirəm. Mən yazı çox ol, mən onun hamısında nə hüvsələm var, nə həvəsim var, nə də vaxtım var. Çünki qurbanınız ol. Mən toyuğuma cücəmə baxıram. Anam evin işlərini görürəm. Anam da xəstədir, bilirsiniz. Anam qoyub bura gəlirəm. Gəlirəm də indi baboşda oraya ət qoymuşam, yemək yiyəcəm də acam. Toyuq cücəsini yedizdirəcəm, itini pişiyini yedizdirəcəm. Çünki mənim vaxtım yoxdur. Bütün gün oturam. Neçə min dənə yazılır. Onu mən nətər oxuyum, mən yazır. Ona görə də canlı açıram. Video nə olsa videoda deyirəm. Şeydir. Yox, var deyə cəmaat baxıb nətər yoxdur. Max nətərdir? Maxda indi görüm ciyər verəcəm, yesin. Çox sağ ol, WhatsAppda yazan. Var, hamı deyir, girib baxır. Hamı sənə dua eləyir, çox sağ olsunlar. Mənə də dua eləyənlər, baboşa da dua eləyənlər. Allah nə bilim, hamınızı hidayət eləsin. Hamınıza canınıza sağlıq versin. Xəstəliklərdən, pis insanlardan, təbii fəlakətlərdən, tokdan, nə bilim, dəm qazından, hər növ xəta bəladan Allah hamınızı hifz eləsin. Allah hamınızı qorusun.
Heç birinizə dərd bala göstərməsin, qəm qüssə, pis gün göstərməsin inşallah. Allah razı olsun cümləmizdən qadınam. Grijasından əməliyyat olunubdu, kimsə mapul atdı. Çox sağ ol qadınam, Allah başından tüysün, gözümün ışığı. Əməliyyat olundu. Grijasından, disk yırtığından. Hədiyyə yerim spam atırlar da dostlar, nağarım. Hədiyyə yerim bağlıdır, inşallah 2-3 günə açılır. Yağmur çok sağ ol qadınam, teşekkür edirəm. Səni sevirəm, mən də sizi sevirəm, ürəyim sizə qurban. Maşallah, nə dostluqda nə olar ki, yoldaş bir-birimizə kömək eləməliyik. Allah harda yaxşı dostlar var, harda yaxşı insanlar var, Allah onların yerin göyün bəlasından qorusun. Allah onları hidayət eləsin. Allah yaxşı insanların sayını çox eləsin. Mən özümə yaxşı demirəm, amma ümumiyyətlə dəstək olan, kömək eləyən, qəlbində mərhəmət olan, nə bilim, hər canlılara mərhəmət göstərən, səxavətçil insanların Allah həmişə canını sağ eləsin. Əməliyyatı yaxşı keçibdi qadınam, şükür Allah'a. Yox, evə çıxmayıb, sabah yox, birisi gün inşallah. Öpürəm Əliyeva, çox sağ ol, qurbanınız olum, yaxşı sözlər yazanlar, öpürəm sizi. Sığorta ilə yox, sığorta ilə eləyə başım getdiyicə. Sığorta ilə əməliyyat eləyə bilmədik. Çünki orada dedilər ki, gedin Bərdiyə, Bərdədə dövlət xəstəxanasından alın, sığorta alın, gətirin burada ucuz eləyək, 1500 manata. Amma belə implantla bir yerdə 3600 manatdır. Sağ olsunlar, Emin dedi, 200 manat indirim elədilər. Amma kollektivləri, kontingentləri çox gözəldir. İşçiləri, hamısı xoş, belə gözəl xidmət göstərirlər. Ona görə də hamıra gedirik. Həkimlər də, Ramiz həkim də gözəl həkimdir. Onu hamı tərifliydi, getdik ona da əməliyyat elətdirdik. İmplant gümüş materialından olan dəmirlərdir. Onu yığırlar, qəşəng. Belə yığırlar ki, mən başda əməliyyat olunan yerə qoyurlar ki, oradan bir də qırıca çıxmasın. Özünü amma gözləməlidir. Özünü gözləməlidir. Bir maddə gəldi. Çox sağ ol qadınam. Allah başından tüysün. Grijadan oldu. Bəli. Niyə gəzmir? Gəzəcəkdir. O qədər adam grijadan əməliyyat olunubdur ki. Düzdür. Həmişə grijası olanlar düzgün həkimə geçsinlər. Bizcə qırıq, sinirə belə toxundu var. Bir ayağın işləmir. Topal qalırsan. Amma bu yox. Şükür, yaxşı edibdir. Evdə deyil, xəstəxanadadır, mən gəlmişəm. 5 manatda bir gəldi, çox sağ ol, gözümün ışığı, Allah sənin həmişə var eləsin. Gəldim, mən də qalacam bir gün burada, nə bilim, itini, pişiyini, yoğun cücəsini yedizdirim, yazıqdılar. Prosto indi yedizdirə bilmirəm, gözləyirəm, olsun, zaryadka yıxsın. Gedim, orada yoxlar da yedizdirim. Ülviyə çox sağ ol, qadınam, gəldi, Allah başından tüysün. Allah qazancına bərəkət versin, canına da sağlıq versin. Ramiz, familiyasını bilmirəm, ay dostlar. Mərkəz Klinik xəstəxanada bir dənə Ramiz həkim var. Amin inşallah. Salam qadınam. Bir dənə baxım, görün ki, o cücüyə. Qoy biraz olsun dostlar. Gedirəm qəşəkçəni. Bu gətirim onu da. Qoy gətirim. Qoy açsın, cücələrin donasısın, yemək pişirəcəm. Cücələrin donasısın, gətirəm, yemək pişirəm. Acından ölürəm. Ramiz Hüseyin, bilmirəm, familiyasını bilmirəm. Bir manatda bir gəldi, çox sağ ol qadınam, Allah başından tüysün. Bakıda deyil, Gəncədədir. Bilmirəm, da belə mənlə belə implant qoyurlar, da bilmirəm, neçə dənə qoyurlar. Allah kömək olsun, çox sağ ol qadınam. Şirin qız çox sağ ol, gəldi, Allah başından tüysün, ürəyim. Vallahi implantla bir yerdə sığortasız 3600 manat. Amma sığorta ilə getsəz 1500 manatdır. Nə vaxt gələcək? Sabahla yox, bir gün gəlir. Bir gün biraz Turquzov yeridilməlidirlər.
Yenə pul gəldi. Çox sağ ol qadınam, təşəkkür edirəm. Leyla, öpürəm səni, gözümün işığı. Hə, şeydir, bu gün də yeridirlər, sabah da yeritməlidirlər, yavaş-yavaş yeriməlidir. Qrijasından əməliyyat olanlardan çox belə oturmaq olmaz. Hə, uzanmalıdır, bir də biraz yeriməlidir. Ağır şeylər, riskli hərəkətlər olmaz. 1 Mart'ta imuna gəldi. Çox sağ ol qadınam. Allah başından tüysün. Yanında heç kimi koymurlar. Hiç bizi koymadılar. Dünən daha palataya kaldırandan sonra daha biz koymadılar. Dedi siz gidin daha. Burada ne gözlüyorsunuz ki? Orada zestralar, ham sözləri baxırlar. Saçımı da geyib kəstirə bilmirəm. Bir vaxt eləyib. Sabah geyib saçımı kəstirməliyəm. Yemək, büyük banan veriflər. Yedizdirəndə çox yemək yedizdirmək olmaz. Banan veriflər, elə gördüm orada banan var. Bir də subsat belə şeylər çizdirirlər. Hüseynov, Allah səndən razı cümləmizdən ömrüm günüm. Qorxuludur, yox, qorxulu zat deyil. Öpəc deyirlər, əməliyyatı 15-20 dəqiqə olur. Bence biraz çox olur. 11 kilo arıqlayıbdır, deyir arıqlamışım. İndi bu da köydür də, bu da 135 kiloydu. Arıqlayıb, indi deyir 11 kilo arıqlamışım, özün dediyinə görə. Çəkirlər də, yəqin orada çəkirlər. Harasından o disk yırtıqda qrija. O yenə pul gəldi, çox sağ ol qadınam. Allah ömrün uzun eləsin, başına dönərəm, Allah başından döysün. Baxır yarı, bunun çəkisi çoxdur, başa düşürsünüz. Çox çəkili olan adama yenə pul gəldi, çox sağ ol, başına dönərəm, ay ürəyim. Allah səndən razı olsun qadınam. 13 milli idi qrijası. Evdədir, yox, xəstəxanada. Mən gəldimdə qalacam bir gün burada. Yoğunun cücəsini yedizdirim, itini yedizdirim. Deyib pişikdir, evdə biri var pişik. Deyirəm bu Doberman aparayla. Ya saat ya bir yəsinə. Gündə 40 manatlıq yemək yeri, ay dostlar. Nədən o bilmirəm də nədən o. İndi çəkisi ağırdır. Ağır çəkidən də ola bilər. Yenə pul gəldi. Çox sağ ol qurbanım. Təşəkkür edirəm. Ağır çəkidən də ola bilər. Nə bilim ağır şey qaldırmaqdan da ola bilər. Sonra yıxılmaqdan da ola bilər. Amma qrijası deyə çoxdandan var da. Salam necədir? Yaxşı da Hülya. Əməliyyat olunub şükür. Ona ağır iş olmaz, yox olmaz. Özünü gözləməlidir. Özünü gözləməlidir. Bir Mart'ta bir gəldi. Çox sağ ol qadınam, təşəkkür edirəm. Qaqa sabah neçədə çıxacaq? Sabahlarım yox qadınam, sabahlarım çıxmır. Sabahlarım çıxmır. Şey eləyir, nədir? Deyə kartım buradadır qadınam. Sabahlarım çıxmır. Həkim dedi ki, büyün əməliyyat olub, sabahlarım qalır, bir gün tezləndən gəlin götürün. Bir gün tezləndən eminlə gedib, maşın tutub gətirəcəm, gətirib qoyacaq evə. Uzansın özü. Burada da indi qulluq lazımdır da ona. Pişik deyə oradadır qadası, pişik. Məftunun köməyini. Az valla deyib 30 manat şoförə borcumu verməliyəm Allah haqqı. 100 manatı mina göndərdi, sağ olsun, Allah başından tüysün. Getmə pulu düzəldi. Bu taksinin 30 manatını da verim, şey eləyim. İndi evə də gedib gəlirəm də dostlar, 8 manat verib gəlirəm bura, 8 manat verib qaydıram. Anam da xəstədir, bax gedib anamın ürək dərmanını almalıyam, D vitaminlərini almalıyam. Sonra əl kremini almalıyam, gel var, gel ondan vurur. Gelini vurmalıyam, ayaqlarına zat, ayağın şiş çəkilir, çox şükür Allah izləyicilərimin başından tüysün. Qrij əməliyyatıdır. Baxıcı tutun da. Dəqiqdən. Git blokaz buradan.
Grijasının millisi 13 milliydi qadası, 13 milli. Ay gün öpürəm sən qadınam, çox sağ ol. Hə, olubdu Melek xanım. Grija, ay dostlar, grija. Dua elə işim alınsın. İnşallah alınır Allah. Cəmi kimin işi yoxsa Allah işini düzəlsin hamısının. Allah köməyin olsun. Çox sağ ol, qurban olun. Başıma dönərəm. Hə, bu gətirim dostlar. Açmışam, gətirim bu şeyləri eləyim. Gətirim bu çolpan doğruyum, qoyun soydum olsun. Açmışam. Gətirim bunu doğruyum ha. Bilmiyorum ha. Balaca şeylerdir, balacaklar. Körpə çolpalar. Toyuqlar, verəcəm, gedirəm, verəm. Zaryadkam yoxdur. Zaryadkam yoxdur uşaqlar, birazdan deyim, verəcəm. Hamısını neyinirsən? Qoy pişirim, qoyum oradan, birdən acıdım, qal lan burada. Qəqbaşı yemək pişirəcəm. Yemədiyimi qoyacam şeyə. Yemədiyimi qoyacam xaladiyini ki, pişirib ajanda yiyəcəm. Hələ səhər buradayam. Bir gün tezdən gedirik şeyə. Babaşı gətirməyə. Ben ağarım, yemək yeməyim mən yazıq. Onsuz da mən elə çörək yiyən deyil ama. Gələcək burada onu özüm yedizdirəcəm öz əllərimlə. Əlim dondu da. Allah ürəyinə görə versin. Çox sağ ol qadınla baş. Allah sənin ürəyinə görə versin. Öpürəm səni. Babaşın evidir. Hə, qadın babaşın evidir. Yiyim, yiyip diyorsun, yiyecek. Lölün şeydi. İndi sən kişisən güya. Oradan baxdana, bax gör nə yaxşıyıram. Nə yaxşadırsansa, elə sənin bu nəzərində ediyorum. Kişi kimi görürsənsə kişiyəm, kişi kimi görürsənsə, bax da indi öz içinə bax, gör için nətərdirsə, mən də elə görəsən. Gözün əyridirsə, əyri də görəsən. Düzdürsə, mən sənin baxışını dəyişə bilmərəm. O sənin baxışından asıl, buraya. Adam var, min dənə yaxşılıq verirsən, deyir ki, ağarmısan bana. İnsan da o tip adamlardansa, mən sana nə deyim? Durum sən ikimizə söz birləşdirin. Durum zadegən nağımı vurum yerə. Zadegən adamı. Vallahi. Yadınızda saxlayın. Heç vaxt kiminsə üçün yaxşı olmağa çalışmayın. Pis adam, yaxşı da olsan, peyğəmbər də olsan, peyğəmbər də başına zibil tökürdülər. Pis idi peyğəmbər. Yaxşı da olsan, belə dünyanı buna da versən, ağzını əyəcək səndən. Yadınızda saxlayın. Dünyanı sər ayağının altından gələ deyəcək ki, pislər. Çünki içi pisdir. Həzrət Əli deyir ki, xain adam heç kimə sevgi bəsləməz. Hamını özü kimi bilər. Bunu kişi deyir. Allah haqqı. Bu nətər edirlər? Bu da kəsə bilmirəm. Bəli. Qəlb sındırmaq olmaz. Allah can sağ ol, qadınam öpürəm sən, çıxartma elə. Qoy görüm də valla. Görüm nə eləyirəm. İndi məni öyrədirdilər də, görüm istədiyim, onlar dediyi kimi pişirə biləcəm. Biraz çox pişirim ki, çolpa da heç cavan çolpalardır belə. Cavan çolpalardır. Bunu da belə atacağım. Sonra belə qırım buradan. Soğanlı pandor. Mənə öyrədib də şey.
Elin anası dedi ki belə elə pişiriyi özünü aç saxlama. Canım Sevvam. Çok sevdim Sevvam. Yemin et onu da.